ile burada da kardeşlerimiz var. Allah səbrin versin ataların da anaların. Allah bolluca səbirli versin kardeşler. Bəli, oğul ikisi çok ağır. Bir oğul da itirsən, oğul ikisi əlbəttə ki bu 5 il ərzində bunlar qəhrəmanlığın bildir. Hər biri bunlar qəhrəman. İstər gizir olsun, istər general olsun. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Amin. Hər biri qəhrəman. Çox sağ olun qardaş. Allah sizə bolluca səbir versin. Dilarə bacıma da Allah bolluca səbir versin. Hər biri qəhrəmandır balalarım. Allah səbir. Çox sağ olun. Çok sağ olun xanım müəllim, çok sağ olun. İndi isə itkin düşmüş hərbiçilərimizdən qardaşı Oktay müəllimə söz verir. Buyurun. Ben de toplantı iştirakçılarına salam verirəm. Heç aparır ki, bugün mən bizim Yalçın balanın 5-ci il dönümə toplaşmışıq. Doğrudan da bu Çaparı kəndi, İgid Ölkətli, say etibarına baxaraq Ağsu rayonunda ən böyük şəhid vermiş kənddir. Biz bununla fəxr edirik. Ona görə ki, biz onların sayəsində bax bu geniş dünyada xoş firavan yaşayırıq. Bu fidanbalarımız bax burada dururlar. Doğrudan da Allah Teala bu şəhidlərə qəm-qəm rəhmət eləsin. Yerlərini cənnət məkan eləsin. Mən üzümü tuturam Elçin Əmoğluya. Elçin Əmoğlu, siz başınızı dik tutun. Ona görə ki, sizin övladınız igid və qoçaq, cəsur bir övladdır. Ona görə ki, bizim torpaqlarımız uğruna gedən döyüşlərdə onlar qanı bahasına torpaqlarımızı azad elədilər. Bizim alnımızda olan o qara ləkəni sildilər. Və bizim 1992-94-cü illərdə şəhid olmuş balalarımızın qanı yerdə qoymadılar. İndi biz doğrudan da sevinirik ki, həqiqətən də onların məzarları olmasa da bizim balalarımızın, bizim qardaşımın, yəni biz güvənirik möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarına, doğrudan işlər görülür. Yəqin ki, onun da bir nəş tapılar bizim qardaşımıza, bizə təhvil verirlər. Bizim də gözümüz yoldan yığılar, bizim də bir ziyarətgah yerimiz olar. Yenə də mən deyirəm, bütün şəhid valideynlərinin, şəhid ana bacılarımın qarşısında baş əyirəm və deyirəm, sizin balalarınız igid, qoçaq, məğrur bir övladdır. Başınızı dik tutun. Çox sağ olun, var olun. Bütün şəhid valideynlərin, ailə üzvlərinin qarşısında baş əyirəm. Allah'tan onlara sabır və can sağlığı diləyirəm. Bəli, bugün bu qəhrəmanlarımız, bu şəhidlərimiz anları bahasına böyük bir tarix salnamına yazdılar. Onlar bizim Azərbaycan xalqını, Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü bərpa etdilər, azadlığını bəxş etdilər. Biz hər birimiz bu şəhidlərimizlə qürur duyuruq. Onlar bizim fəxrimizdir, təfərrətimizdir. Onlar heç vaxt yaddan silinməyəcəkdir. Hər kəs bura öz vicdanı qarşısına şəhidimizi ziyarət eləmək gəlir. Şəhidlər bizim and yerimizdir, bizim baş tacımızdır. Bugün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə can sağlığı diləyirəm. Və bugün Azərbaycan dövlətinin keşiyində duran hər bir əskər və zabitləri Allah qorusun, arzulayıram. Allah ordumuzu qorusun. Bir daha şəhid valideynlərinə səbir və can sağlığı diləyirəm. Sağ olun. Çox sağ olun, Akif müəllim. Soyan şöbəsinin rəisi Cənab Polkman Xanımları benim adımdan, xidmət yoldaşlarımızın adından, özüm adımdan şəhidimizin ailəsinə baş sağlığı diləyirəm. Allah şəhidimizin məkanını cənnət eləsin, məqamımızı eləsin. Allah bütün şəhidlərimizin məkanını, məqamımızı eləsin. Allah'a cənnət. Çox sağ olun, Fatih müəllim. Çox sağ olun, minnətdarım. Şəhid ailələri burada yığılır. Yəni bu tədbir hamı üçün. Şəhid atası bayaq bir söz dedi ki, bunlar hamısı qəhrəmandır. Mən də elə hesab edirəm ki, sözün həqiqi mənasında hər biri, amma Yalçını da, Ramil də tanıdığıma görə deyirəm ki, əsl qəhrəmanlardır. Çünki onların uşaqlığı da gözümüzün qabağında keçib, necə cəsur, vətənpərvər bir insan kimi yetişdilər və şəhadət olaraq qismət oldu. Bu Allahın qismətidir. Yəni çox adam istəyər şəhid olsun, amma ola bilir.
mən bu gün fəaliyyət göstərən dövlətlərin tarixinə baxanda baxıram ki, bütün xalqlar, bütün dövlətlər müstəqilliyin, suverenliyin, azad yaşamasını təmin etmək üçün o xalqın nümayəndələri qanından, canından keçiblər, şəhid veriblər, itki veriblər. Azərbaycan xalqının da tarixinə bu müharibələr düşdü və Azərbaycan xalqının ən mərd, qəhrəman oğulları öz sağlamlarından, öz şirincanlarından bütün bizim gənc nəslin, yaşlı nəslin, bütün xalqımızın başı uca, üzü ağ yaşaması üçün bir zəmin yaratdı və bizim ərazi bütövlüyümüz təmin olundu və müstəqil bir dövlət kimi bu gün fəaliyyət göstərir. İndi burada məktəb uşaqlarını görürəm. Elə insan hamı dünyasını dəyişir və bunu hamı bilir. Təşəkkür edirəm. Çox hörmətli şəhid ailələri, əziz qonaqlar, əziz məktəblilər. Bu günləri siz şəhidin zaxtında məndən əvvəl çıxış edən yoldaşlar, qonaqlar ətrafı məlumat verdi, sıfırasıya yol vermir. Şəhidlərimiz əslində bir neçə məqamı nəzərinizə çatdırıb. Şəhidlərimiz Azərbaycanın şərqdən qərbə, şimaldan cənuba uzanan bütöv bir Azərbaycan ərazisinin torpaqlarının bütövləşməsini təmin etməsi üçün öz şirin canlarından keçdi. Onlar elə bir qəhrəmanlıq göstərdilər ki, bu günlər inkişaf etmiş ölkələrin hərbçiləri, ekspertləri və onlar analiz edirlər ki, bunlar Şuşanın alınmasında necə qəhrəmanlıq göstərirlər. Və onların qəhrəmanlıqları bu gün sabah deyil, bütün Azərbaycan dövləti nə qədər yaşayacaqsa, nə qədər olacaqsa, onların qəhrəmanlığı da xalq arasında təbliğ olunacaq və onların göstərdiyi şücaətlər kinolar çəkiləcək, kitablar yazılacaq və yaşayacaqlar. Şəhidlərimiz ölməyib, onların ruhu buradadır, onlar həmişə bizim qəlbimizdədir. Onların öz şirin canlarına keçməsi, öz qanları ilə Azərbaycan xanlığı tarixini yazdılar və bütün dünyaya sübut edilər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycanın Müzəffər Albaşkomandan Azərbaycanın ordusu var və Azərbaycana uzanan hər bir negativ əli hər an kəsməyə və məhv etməyə qadir. Məmməd Araz deyir, vətən mənə oğul desən nə dərdim, mamur olub qayasında bitərdim. Bu gün bu şəhidlərimiz 90-cı ildən bu günə kimi Azərbaycan ərazi bütövlüyü uğruna, suverenlik uğruna şəhid olmuş evladlar öz qanları ilə tarix yazdılar və bu vətənin, bu torpağın hər bir qayasında bir mamur olub dünya tarixini həkk olunur.